Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən 45-ci səhifədə Ananın Öyüdü deməli əsərinin tapşırıqları var. Onları işləyirik. Qaldığımız yerdən davam edirik. Ananın Öyüdü 45-ci səhifədə deməli tapşırıqlarımız var. Bu tapşırıqlarda qalmışıq. Yəni bundan əvvəlkiləri etmişik. Qalan tapşırıqlarımız budur. Bunları işləyirik sizinlə. Deməli, əsəri oxumuşuq, təhlilini etmişik. Birinci dərsin tapşırıqlarını etmişik. İkinci dərsin izahını verirəm sizə tapşırıqlar üzərində işləyirik. Baxırıq, ikinci dərsdə nə deyir? Təhlil üzrə işdir. Mətni oxuyub tapşırıqlarını yerinə yetirərkən oradakı fikirlərdən faydalanmalıyıq. Verilən, təbii ki, bu mətndə verilən fikirlər var ki, biz bu fikirlərdən faydalanmalıyıq. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizə Azərbaycan poeziyasının əsas mövzusu idi. Bu dövrlərdə də faşizmdən gedir. Yəni, deməli, İkinci Dünya müharibəsi deyəndə neçənci illər nəzərdə tutur? 1941, təbii ki, 45-ci illəri nəzərdə tutur ki, 41-45-ci illər İkinci Dünya müharibəsi dövründə faşizm, deməli, Azərbaycan poeziyasının əsas mövzusu idi. Bu vaxtda Səməd Vurğunun müxtəlif yazdığı bir əsərlər var idi. Müxtəlif əsərləri var idi. Yəni, bütün şairlər həmən dövrdə faşizmə uğrunda olan əsərlər yazırdılar. Bunlardan da Səməd Vurğunun müharibə mövzusunda yazdığı bir sıra əsərlər var ki, bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əskərəm, mən də bugündə. Bu kimi də bir şeiri var idi. Yəni, faşizmə həsr olunmuşdu. Dillər əzbəri idi. Deməli, bilirik ki, 1943-cü ildə bu Ananın Öyüdü əsəri ABŞ-da keçirilən müsabiqədə deməli əsər yer tutubdu və qiymətli əsərlərdən biri kimi təqdim olunub New Yorkda və hərbiçilər arasında dedim ki, yer alıb. Bu haqda sizə məlumatları vermişəm. Yəni, bu əsərdə inversiyadır. İnversiya haqqında da sizə bir məlumat vermişdim ki, inversiya nə deməkdir? Bədii ifadə vasitəsidir inversiya və inversiya təbii ki, söz sırasının pozulması deməkdir. Söz sırasının pozulması deməkdir ki, latın sözüdür mənasında, yer dəyişmə mənasındadır. Yəni, əsərin bədii təsir gücünü artırır, əsərin emosionallığını artırır, sözlərin qrammatik ardıcıllığının pozulması deməkdir. Qrammatik ardıcıllıq pozulur. Yəni ki, birinci mübtəda xəbər gəlməlidir, amma görürsünüz ki, şair yazarkən poeziyanı birinci xəbər gəlir, daha sonra mübtəda gəlir. Məsəl üçün, burada görürüz, bilsin ana torpaq, eşitsin vətən. Vətən eşitsin olmalıdır, amma olur eşitsin vətən. Görürsün, nə etsin, eşitsin, nə vətən. Görürsün, qabağa artıq xəbər qabağa keçir və bu bir inversiyadır. Sonra geyib əskər paltarını, silahlandı qəhrəman. Qəhrəman silahlandı. Onlarda silahlandı qəhrəman yox. Qəhrəman silahlandı olmalıydı. Görürsünüz, inversiya bu deməkdir. Yəni, yadınızda qalsın. Yaxşı, baxırıq tapşırıqlara. Tapşırıqlarda deyir, yəni bu mətndə istifadə olunan, deməli, verilən fikirlərdən istifadə edə bilərsiniz. Bunu çatdırır bizə. Baxırıq, birinci, araşdırma, fikirləşin, cavab verin. Tapşırıqlara başlamamışdan əvvəl sizdən xahiş edəcəm ki, kanala abunə olmadan baxanlar kanalımıza abunə olun. Dərslərimiz daimi gəlir, ardıcıl gəlir. Bir-birinin ardınca çəkirəm bütün dərsləri və tapşırıqları sizə bir-bir izah etməyə çalışıram ki, hər bir şeydə deməli diqqətli olmağa çalışıram ki, o mövzunu yaxşı mənimsəyəsiniz. Və verilən summativlərdə təbii ki, əsərləri yaxşı mənimsəsəniz, onların təhlilini yaxşı işləsəniz, təbii ki, verilən summativlərdə, testlərdə, blok imtahanlarında hamısını yaxşı işləyəcəksiniz. Odur ki, diqqətiniz məndə olsun və dəftəriniz, qələminiz qarşınızda olsun. Əsərdə diqqəti cəlb edən başlıca problem nədir? Başlıca problemi axtarır bizdə əsərdə. Başlıca problem deyir, nədir? Deməli, təbii ki, biz bilirik ki, əsərdəki başlıca problem vətənin müdafiəsinə bir ehtiyac var. Vətənin müdafiəsidir. Düzdürmü? Şair diqqəti deyir burada, bizə deyir ki, şair diqqəti hansı mühüm problemə cəlb edir? Baxın, sual verir ki, şair diqqəti hansı mühüm problemə deməli cəlb edir? Elə bu şəkildə buradan yazacaqsınız ki, nə yaza bilərik? Şair diqqəti daha çox vətəni qorumaq üçün çağırış edir. Vətənin müdafiəsinə
ehtiyacını olduğunu, vətənin müdafiəyə ehtiyacı olduğunu bildirir və bu hissədə qeyd edəcəksiniz. Daha sonra siz bu problem barədə nə düşünürsünüz? Təbii ki, nə düşünə bilərik? Düşünürəm ki, vətəni qorumaq yaşımızdan, cinsimizdən asılı olmayaraq hər bir kəsin borcudur. İstəyir qadın olsun, istəyir kişi olsun, istəyir uşaq olsun, istəyir qoca olsun. Hər bir kəsin borcudur. Hər bir Azərbaycanlının borcudur və bu vətənin müdafiəsində də biz fəal iştirak etməliyik. Düşüncəmiz nə ola bilər bundan başqa? Yəni vətəni qorumaq borcumuzdur. Bu millətin vətəndaşıyıq. Daha sonra keçirik tapşırıq 3-ə. Deyir ki, deməli, şeirdə nümunələr gətirməklə ana obrazını səciyyələndirin. Ana obrazını səciyyələndirəcək və cədvəldən istifadə edin. Bu cədvəl çəkə də bilərsiniz və yaxud bu şəkildə ana obrazı yaza bilərsiniz ortada. Yaşıl qələmlərdən hər zaman istifadə edin. Yaşıl ruçkadan ana obrazı yazdınız, 2 nöqtə qoydunuz. Daha sonra anaya xas olan cəhətlər yaza bilərsiniz. Yenə yaşılla anaya xas olan cəhətlər, yenə 2 nöqtə qoyursunuz. Bunu yazandan sonra və qarşısından yazırsınız. Anaya xas olan cəhətlər nə idi? Vətənə sədaqətli idi. Artıq buranı göyrüçkə ilə yazın. Vətənə sədaqətli idi. Sonra ana necə idi? Qürurlu idi. Qürurlu idi. Sonra öyüd dolu idi, nəsiyyət dolu idi, nəsiyyətləri qürur verici idi. Bu şəkildə vətənpərvər idi, qürurlu idi, öyüd verməyi sevirdi və deməli, öyüdləri də insanı qürurlandırırdı. Sonra oğluna münasibəti necə idi? Oğluna münasibəti təbii ki, yenə keçirsiniz bunu yazandan sonra altdan qəşəng səliqə ilə yazın. Cədvəl çəkmək çətin olur. Onun üçün mən də öz şagirdlərimə bu şəkildə elətdirirəm. Buradan yazırsınız təzədən ki, oğluna münasibəti, yenə 2 nöqtəni qoyursunuz. Başlayırsınız göyrüçkə ilə yenə işləməyə. Oğluna münasibəti. Necə idi oğluna münasibəti? Deməli, oğlunun əskər getməsi ilə fəxr edir, düzdür. Oğlunun əskər getməsi ilə fəxr eləyirdi. Daha sonra oğlunu indidən qəhrəman adlandırırdı, düzdür. Oğlunu hələ əskər getməmiş o qəhrəman adlandırırdı. Vətənə münasibəti. Vətənə münasibəti ananın necə idi? Ana vətənpərvər idi. Vətənə deməli dəyər verirdi. Vətənə dəyər verirdi. Şairin anaya münasibəti. Şair anaya böyük rəğbət bəsləyir. Ananın əllərindən öpür. Görürsünüz sonda nə deyir? Şair qəlbi bu səhnədən ilhamını alınca yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. Sonra anaya sizin münasibətiniz necədir? Təbii ki, ana sanki oğlunu deməli, ana sanki elə bil ki, oğlunu elə vətən üçün böyütmüşdü, vətən üçün böyütmüşdü. İnsan belə analarla təbii ki, qürurlanır, fəxr edir. Yəni, bu şəkildə münasibət bildirə bilərik. Daha sonra keçirik 4-cü tapşırığımıza. 4-cü tapşırıqda nə deyir bizə? Əgər əskər oğul obrazı üçün səciyyəvi olan cəhəti göstərin, cədvəldən istifadə edin. İndi əskər oğuldan gedir. Xarakterindəki əskər oğlun xarakterindəki əsas cəhətləri istəyir bizdən. Oğul obrazı necə idi? Deməli, xarakterindəki əsas cəhətlər nə idi? Qəhrəmandır, vətənpərvərdir, düzdürmü? Ananın ona münasibəti, oğluna münasibəti necə idi? Ana övladını necə görür? İgid hesab edir. Deməli, ondan zəfərlər əldə etməsini, zəfərlərinin sayını artırmasını gözləyir. Ananın oğluna münasibəti budur. Şairin deməli ona münasibəti necə idi? Əskərə münasibəti necə idi? Şairin əskərə münasibəti təbii ki, əladır. Şair də əskər ilə qürurlanır, fəxr edir. Bəs sizin deyir ona münasibətiniz necədir? Təbii ki, mən də belə qardaşlarımızla, əskərlərimizlə fəxr edirəm və bu əsəri oxuduqca buradakı əskər obrazı 44 günlük müharibəni gözümdə bir daha canlandırdı. Bu əskərin simasında 44 günlük müharibədə iştirak edən qardaşlarımız gözümdə bir daha canlandılar. Daha sonra keçirik 5-ci sualımıza. 5-ci sualda nə deyir bizə? Şeirin bədii təsir gücünün artırılmasına şair necə nail olmuşdu? Fikrinizi əsaslandırın və cədvəldən
istifadə edin. Deməli, şeirin bədii təsir gücünü artırmaq üçün bizə nə lazımdır? Təbii ki, bədii təsvir vasitələri və bədii ifadə vasitələri lazımdır. Deməli, baxaq görək şeirdə hansı bədii təsvir və ifadə vasitələri öz yerini tapmışdır. Baxaq, şeirə baxağım. Görəyin nə var burada? Geyib əskər paltarını silahlandı qəhrəman. Onun polad sinəsinə, poladdan sinə olurmu? Olmur. Onun polad sinəsinə sığışmadı ürəyi. Poladdan ürək olmadığı üçün, bax onu yazırıq buradan, bu şəkildə. Deməli, bax birinci yazırıq bura. Onun polad sinəsinə sığışmadı ürəyi. Növü nədir? Polad sinə. Polad sinə və yaxud elə polad sinəni yazın. Növü nədir? Epitet. Epitetdir. Əsərin bədii təsir gücünün artırılmasında rolu nədir? Bədii təsir gücünü artırır və əsərin emosionallığını artırır. Əsərin emosionallığını artırır. Bədii təyin rolundadır. Daha sonra nə var burada? Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürsünüz bu cümləni. Tarixlərin şahididir mənim bu ağ birçəyim. Neyniyəcək burada? Burada nə var? Tarixlərin şahidi olan nədir? Mənim ağ birçəyimdir. Burada nə var? Metafor var. Tarixlərin şahididir. Metafor var. Metafor var. Gətirib onu da yazırıq təzdən. Bax buradan ikinci cümlə kimi. Ara getdi. Bax. Yenə yazırıq. İkinci tarixlərin şahididir. Mənim bu ağ birçəyim. Bu da gedir metafor. Metafor buradan yazırıq. Yenə də bədii təsir gücünü, əsərin bədii təsir gücünü artırır, emosionallığını deməli artırır əsərin. Bu hissədən yazacaq. Daha sonra birində tapağın bəstəm. Olarmı elə? Baxın. Deyir, nə deyir burada? Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Əskəri nəyə bənzədir burada? Dağa, dağ tərpəndi yerindən. Dağ tərpəndi, bunu bir mübaliğə kimi götürürük. Əskəri həm də burada dağa bənzədir deyə. Dağa bənzədir. Biz də bunu burada metafor götürürük. Metafor yox. Mübaliğə. Bağışlayın sizə Allah. Mübaliğə. Niyə buna çaşıram mən? Mübaliğə götürürük. Mübaliğə. Deməli, dağ tərpəndi yerindən mübaliğədir. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Nə gedəcək bu? Buradan da yazırsınız o cümləni, yazırsınız mübaliğə. Yenə əsərin təsir gücünü deməli artırır, emosionallığını artırır. Daha sonra keçirik növbəti 6-cı tapşırığımıza. 6-cı tapşırıqda bizə nə deyir? Yazdısa silirəm. 6-da bizdən nə istəyir? Baxırıq diqqətlə. Əsərdəki başlıca fikir, ideya sizcə nədir? Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın, cədvəldən istifadə edin. Əsərin ideyasını nə götürə bilərik? Ananın öyüdü əsəri, oğluna məsləhət verir. İgid oğulların vətən uğrunda əyilməzliyi. Deməli, igid oğulların vətən uğrunda əyilməzliyi və yaxud da vətəni qorumağa həvəslə gedirlər. Görürsən, vətəni qorumaq üçün can atmaları. Deməli, nə qoya bilərik? İgid oğulların vətən uğrunda əyilməzliyi. Bu şəkildə qoyağım vətənin ideyasını bura. Nə üçün belə düşünürük? Çünki görürük ki, deməli, vətən uğrunda oğlan necə həvəslə gedir, ana da onu necə həvəsləndirir. Yəni, bu hissəyə yazacaq ki, oğlun vətənin müdafiəsi üçün getməsinin necə həvəslə getdiyini görürük. Ananın da ona qol qanad verdiyini görürük. Onu daha da ruhlandırdığını görürük. Ona görə də bu şəkildə belə düşünürəm. Ananın öyüdü şeirinin müasir oxucu üçün əhəmiyyəti nədir? Müasir oxucu üçün əhəmiyyəti nədir? Baxağım, bu evdə iş kimi veribdir. Müasir oxucu üçün əhəmiyyəti nə ola bilər? Bunu bir təqdimat əsasında istəyir bizdən. Müasir oxucu, deyim bir neçə cümlə ilə izah edeyim. Yəni, siz yadınızda saxlayın, öz cümlələrinizlə yazmağa çalışın. Fikri məndən alsanız da cümləni öz cümlələrinizlə yazmağa çalışın.
Müasir oxucu təbii ki, müharibə şəraitində yaşayan ölkədə olduğumuzu nəzərə alsaq, deyərik ki, tam dövrün nəbzinə uyğun yazılmış bir əsərdir. Deməli, müasir oxucu təbii ki, müharibə şəraitində yaşayan ölkədə olduğumuzu nəzərə alsaq, deyərik ki, tam dövrümüzün nəbzinə uyğun yazılmış bir əsərdir və bu müasir oxucunu, deməli, müasir oxucuda bu əsər bir növ, deməli, vətənə qarşı müdafiəni ruhlandırır, insanı, müasir oxucunu ruhlandırır. Müasir oxucu istər-istəməz o şairin sonda da ananın əllərindən öpməsi müasir oxucunu, deməli, vətəni sevməyə ruhlandırır. Gözümüzdə Şuşanın alınması və müharibədəki zəfərimiz canlanır. Zəfər günü belə əsgərlərimiz sayəsində qazanılıb da. Bilirəm ki, belə analar, bibilər, nənələr də olub ki, övladını vətən qorumaq üçün daha da həvəsləndiriblər. Hətta bir misal çəkə bilərəm sizə ki, 44 günlük müharibə ərəfəsində erməniləri canavar kimi dit parçala deyən bir ana vardı ki, onun səsi sosial şəbəkələrdə yayılmışdı ki, oğlum, erməniləri canavar kimi dit parçala onları deyir. Yəni onları öldürməkdən həzz al. Bir ana öz oğlunu bu şəkildə ruhlandırırdı ki, bizim torpağımıza göz tikənin əzməyə, onları canavar kimi parçalamaqdan qorxma, əzməkdən, parçalamaqdan qorxma. Bu, yəni oğluna stimul verməsi idi. Sosial şəbəkələrdə bu məşhurlaşmışdı. Mən bir Azərbaycanlı olaraq belə qardaşlarımızla fəxr edirəm və belə əsərlərin daha çox yazılmasını təbii ki arzuluyuram və müasir oxucu olaraq ananın öyüdü kimi əsərlərin silsilə olmasını istəyərəm. İstəyərəm ki, bu kimi əsərlər bugün müharibə şəraitində yaşadığımız ölkədə böyük əhəmiyyətə malikdir və biz oxucular da bu cür əsərlərin daha da çox olmasını istəyirik. Bu şəkildə bir təqdimat hazırlaya bilərsiniz. Amma təqdimatı hazırlamamışdan əvvəl, yəni qulaq asın, daha sonra öz fikirlərinizlə bunu yazmağa çalışın. Sonra 3-cü dərsə baxırıq. Deyir ki, atalar sözləri verilib. Bu atalar sözlərinə uyğun olaraq, sözlərinə uyğun nümunələr seçin, fikrinizi əsaslandırın. Bu sözlərə uyğun, deməli, şeirdən nümunələr seçəcək. Atalar sözləri əsərdən seçilmiş uyğun nümunə. İgid oğul düşmənə əyilməz. Baxın, igid oğul düşmənə əyilməz fikrini biz harda görə bilərik? Qoyun buraları təmizləyim. İgid oğul düşmənə əyilməz fikrini biz harda görə bilərik? Görə bilərik ki, baxın, geyib əskər paltarını silahlandı qəhrəman, onun polad sinəsinə sığışmadı ürəyi. Dayan deyib yaxın gəldi öpdü onun alnından, yay gününün xoş səhəri, bir də dağlar küləyi. Görürsünüz, burada məsələn, əskər paltarını geydi, silahlandı qəhrəman, onun polad sinəsinə sığışmadı ürəyi. Neyniyir burada? Burada deməli, igid oğul düşmənə əyilməzliyin göstərir ki, polad üləyin sinəsinə ürəyi sığışmır, əyilməz də. Bunu göstərir. Bunu gətirib yaza bilərik birinci yerə. Yazırıq deməli. Birinci yerə bura yazırıq və deyir ki, nə üçün belə düşünürsünüz? Çünki niyə belə düşünürsünüz deyir. Çünki şeirdə də nə gördük? Gördük ki, deyir, onun polad ürəyinə sığışmadı ürəyi. O, yəni, fəxr eləyir, deməli, əskər getməyi ilə fəxr eləyir və o cəbhəyə görürük ki, tələsir. Ona görə bu şəkildə düşünürük. Daha sonra, igidin igiddən nəyə artıqdır fikrini? İgidin igiddən nəyə artıqdır fikrini harda görə bilirik? Baxın, deyir ki, öz yerində olsun gərək igidin hər yarağı, yar yarağı, hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. Bu fikri gətirib yaza bilərik ikinciyə. Yazdığımı ikiyə. Baxın, bu ikiyə yaza bilərik. İgidin igiddən nəyə artıqdır? Öz yerində olsun gərək igidin yar yarağı, hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. Yəni, sən heç bir igiddən əski deyilsən. Bunu demək istəyir ana. Nə üçün belə düşünürəm? Düşünürəm ki, yəni deyir, sən də bir igidsən. Sənin heç bir igiddən əskiliyin yoxdur.
igid edən onun davranışıdır, onun əməlləridir. Sən əgər igid olmaq istəyirsənsə, zəfərlərinin sayını artırmalısan. Ona görə belə düşünürük. Sonra, igidlik döyüşdə məlum olur. İgidlik döyüşdə məlum olur. Ona nəyə qoya bilərik? Deyir ki, igidlik döyüşdə məlum olur. Deyir, bax, hara getdim. Necə deyir burada? Deyir ki, döyüşdə məlum olur. Deyir, payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftarlar şirlənib budağını əyəndə, göndərərəm sovqatını sənin də öz payını, sən də artıq öz əlinlə zəfərlərin sayını. Görürsünüz, yəni burada da göstərir ki, igidlik döyüşdə məlum olur. Mən sənə hər bir şey eləyərəm deyir. Sən yəni zəfərlərinin sayını artır. Bunu çatdırır. Niyə görə, yenə nə üçün belə düşünürük? Çünki ana oğlundan məndən nigaran qalma deyir. Ancaq sən zəfərlərinin sayını artır. Bu fikri istəyir. Daha sonra, yaxşı at igidin arxasıdır. Yaxşı at igidin arxasıdır. Buna da nə uyğun gəlir? Buna da baxın, deyir ki, tüfəngini sonra, ana burada nə deyir? Get düşmənin qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Bunu da yazırıq 4-cü deməli hissəyə, 4-cü yerə, bura. Və nə üçün bunu da belə düşünürük? Çünki igidin ana nə deyir? Deyir ki, tüfəngini təmiz saxla, atını da tumarla. Yəni igidin atıdır, bir də tüfəngidir. Onu igidliyinin tən yarısı onun atındadır, bir də tüfəngindədir. Necə məsələn biz Koroğlu'da deyirdik ki, Koroğlu'nun yadınızda da oxuyanda deyirdik, Koroğlu'nun gücünün yarısı onun atındadır. Eyni fikir demək olar burada. İgidin, yəni gücünün yarısı onun atındadır, yarısı onun tüfəngindədir. Yəni özündə də bunlar üçü bir yerdə vəhdət təşkil edir. At igidin arxasıdır deməkdə də ana bunu çatdırmaq istəyir ki, yəni onun gücü onun atındadır. Yəni atını təmiz saxla, atını tumarla. Yəni at səni sevsin, sənin gücünün yarısı ondadır. Yəni qısa formada deyəs müəllim bura nə yazar? Yazacaqsınız ki, bu hissəyə yazdı. Tüfəngini təmiz saxla, atını da tumarla. Bu hissəyə yazacaqsınız ki, at igidin gücünün tən yarısıdır. Ona görə belə düşünürəm. Sonra ana obrazını burada deyir ki, ana obrazının canlandırdığı Qarabağ savaşı həsr olunmuş bir əsər seçin və diqqətlə deməli oxuyun. Ananın öyüd əsərlə müqayisə edin. Qarabağa aid bir çox əsərlərimiz var, amma mən götürəcəm burada Şəhidlər əsərini. Yəni kim indi hansı əsəri istəyər götürə bilər. Məsələn bizim bir əsərimiz də var. Xocalıya aid olan Xəzangül deməli ermənilər kəndə hücum eləyirlər. Xəzangül qaçır deməli balasını da götürür, qaçır. Ermənilərin diri-diri Azərbaycan əskərlərini bastırdığını görür. Belə bir əsərlər də var, amma o əsərlər yəni biraz dili qəliz gəlir müqayisədə. Məsələn, mən götürəcəm Şəhidlər əsərini. Şəhidlər poeması var. Bəxtiyar Vahabzadənin. Sizin üçün bu əsər üzərində müqayisə eləyəcəm bunu. Ananın öyüdü əsəridir. Bir də ki, Şəhidlər əsəridir. Bəxtiyar Vahabzadənindir Şəhidlər. Ananın öyüdü əsərinə nə yaza bilərik müqayisədə? Yaza bilərik ki, ana oğluna baxın, əsərdə nə edir? Ana oğluna öyüd verir. İgidlik əməllərini nümayiş etdirir oğluna ki, deyir ki, yəni sən igidlik əməllərini ona tövsiyə edir ki, sən igidlik göstər, qələbələrinin sayını artır deyir, igid ol deyir, igidi igid eləyən deyir, onun mərdliyidir, dürüstlüyüdür, sonra öz xalqına göstərdiyi xidmətləridir, düzdür. Sən bizdən narahat qalma deyir. Sən unutma ki, bu vətənin çörəyi ilə böyümüsən. Nə olsun ki, mən sənin öz doğma ananam, bu vətənin çörəyi ilə böyümüsən. Odur ki, burada yəni ananın öyüdləri. Amma bu şəhidlərdə nə var? Əsərdə burada da, yəni igidlik burada özünü göstərir ananın öyüdündə. Şəhidlərdə də əsərində igidlik xalq yolunda can vermək kimi göstərilir ki, burada da Bəxtiyar Vahabzadə igidlərimizin
deməli, xalq yolunda can vermək kimi göstərir. Onlar bir gecənin içində güllələndilər. Qarabağ uğrunda demək olar ki, şəhid olurlar. Qarabağ müharibəsinə görə Bakıya 20 yanvar gecəsi törədilir Bakıda və Qarabağ uğrunda şəhid olanlar təbii ki, xalqın qürur mənbəyidir. Bunu unutmamalıyıq. Amma belə götürəndə, bunu bu şəkildə yazdığınız cədvəldə indi ortadan baxın, bu şəkildə yazdınız. İndi buradan hər ikisinə aid olan ortaq fikirləri düz yazacaqsınız ki, bu iki əsər fərqli zaman və şəraitdə yazılsa da, fərqli bir zaman və şəraitdə yazılsa da, hər ikisi igidliyin, mərdliyin, vətən sevgisini tərənnüm edir. Hər iki əsər. Ananın öydündə ana oğluna igid olmağı öyrədirsə, şəhidlərdə isə igid oğullar artıq öz canları ilə vətənə xidmətlərini sübut edirlər. Bu şəkildə bunu yazırsınız, yəni müqayisəsini aparırsınız. Kimsə digər bir əsər istəsə yeni götürə bilər, yaza bilər. Daha sonra keçirik növbəti tapşırığa. Növbəti tapşırıqda nə deyir? 3-də deyir ki, ananın öydü şeirindən bir parçanı ifadəli oxusuna hazırlaşın. Əvvəlcə ifaçılıq vəzifəsini dinləyicilərə və çatdıracağınızı aydınlaşdırıb dəftərinizdə şeirin mətnin kənarında yazın. Sonra parçanı oxusunda səsinizin aldığı çalarları qeyd eləyin. Daha sonra isə unutmayın ki, misraların hər birinin oxusunda məzmundan asılı olaraq fərqli səs çalarları yarana bilər. Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və müəyyənləşdirib şərti işarələrlə göstərin. İfaları dinləyib münasibət bildirin. İfaları, yəni sinifdə bir-bir ifaları dinləyib münasibət bildirəcəksiniz. Gəlin bir parça oxuyum sizin üçün. Mən sondan oxuyum sizə. Payız vaxtı bağçamızın heyvaları deyəndə, baxın, burada bu 3 nöqtə nə deməkdir? 3 nöqtə o deməkdir ki, yəni ananın fikirləri deyilib də, bundan əvvəl fikirlər olubdu. Artıq 3 nöqtə qoyub buradan başlayıb. Payız vaxtı bağçamızın heyvaları deyəndə, şaftallar şirələnib budağını əyəndə, səs tonu qalxıb düşür. Göndərərəm bu sovqatını, sənin də öz payını. Sən də artır öz əlinlə zəfərlərin sayını. Bax, sən də artırda səs qalxır, zəfərlərin sayını düşür. Get düşmənin, get, səs tonu qalxır, əmr eləyir. Düşmənin qabağında igid tərpən, vüqarla, igiddə vurğulu sözdür. Tüfəngini təmiz saxla, əmr eləyir, təmiz saxla, atını da tumarla, səs tonu qalxır. Əskər artıq yola düşdü. Dağ tərpəndi yerindən. Bir vurğu var burada. Dağ tərpəndi yerindən. Günəş yaydı dağda, səs tonu qalxır. Günəş yaydı şöləsini vətənin göylərindən. Ana baxdı öz oğluna. Ana baxdı öz oğluna. Ana baxdı, səs tonu qalxır, səs tonu oğluna. Su da səpdi dalınca. Suda qalxır, səpdi dalınca. Şair qalbi bu səhnədən ilhamını alınca, yaşa dedi, səs tonu qalxır. Ey qəhrəman, yaşa dedi, ey vətən. Sonra şair dodaqları, sonra səs tonu qalxır, şair dodaqları öpdü, səs tonu qalxır, həm də vurğulu söz gedir ana əlindən. Bildik? Yəni bu şəkildə üstündə bu işarələri qoya bilərsiniz. Sonra, daha sonra bizdən nə istəyir? Evdə iş verib bizə burada, evdə işi neyniyəcək? Evdə iş var, neyniyəcək burada? Digər fənlərdən və mənbələrdən öyrəndiyiniz məlumat əsasında faşizm üzərində qələbə. Faşizm üzərində qələbədə Azərbaycanın rolu mövzusunda şifahi bir təqdimat istəyir. Faşizm üzərində qələbədə Azərbaycanın rolu. Nə ola bilər faşizm üzərində qələbədə? Faşizm üzərində qələbə bilirsiniz də, hansı illəri əhatə edir? Gəlin yazağım, bir təqdimat deyim sizə şifahi şəkildə. Yəni özünüz yenə məni dinləyin, sonra öz fikirləriniz əsasında qələmə alın. Bilirik ki, faşizm üzərində qələbə 1941, 1941, 1945-ci illəri əhatə edir.
45-ci illəri əhatə edir. Və faşizm üzərində qələbə olan bir dövrdə Azərbaycan poeziyasının əsas mövzusu deməli, Azərbaycan poeziyasının əsas mövzusu təbii ki, faşizmə qarşı olan mübarizə ilə dolu əsərlərin yazılması idi. Və faşizm üzərində qələbə Azərbaycan xalqının mərdliyinin və azadlığa sədaqətinin parlaq nümunəsidir. Bizim xalqın deməli xalqın tarixində mərdlik, iradə və haqqı müdafiə etmək kimi dəyərlər hər zaman ön planda olubdur. Minlərlə Azərbaycanlı döyüşçü Böyük Vətən müharibəsində çiyin-çiyinə dayanaraq faşizmə qarşı mübarizədə şərəflə iştirak ediblər. Şərəflə və yaxud fəxrlə iştirak ediblər deyə bilərik. Daha sonra deməli, bu qəhrəmanların göstərdiyi igidlik, fədakarlıq və xalqa sədaqət bu gün də ruhumuzun təməlidir. Bu gün də nədir bizdə? Ruhumuzun təməlidir. Faşizm üzərində qələbə təkcə silahla yox, həm də ruhla qazanılıbdır. Bu ruhu yaşatmaq həm bizim üçün şərəf vericidir, qürur vericidir, həm də bizim birbaşa təbii ki, borcumuzdur. Bir Azərbaycan vətəndaşı olaraq borcumuzdur ki, bu qələbəni, deməli, bu zəfəri yaşadaq. Bu qədər. Ümidvaram ki, tapşırıqları bir-bir sizin üçün izah etdim. Ümidvaram ki, bu tapşırıqları anladınız, xoşunuza gəldi, başa düşdünüz. Mən başa saldım, siz də yəqin ki, başa düşdünüz. Bu qədər. Əgər video xoşunuza gəldisə, təbii ki, videonu bəyənməyi və kanala abunə olmağı yaddan çıxarmayın. Paylaşın ki, hər kəs xəbərdar olsun və kanalımız böyüsün. Sağ olun. Növbəti videoda görüşərik.